şoka sal 100 manat qazan. Mənə necə şoka sala bilərsən? Fit salaram. Fit salman şoka düşəcək. Qeyri-adi fit. Fırat şoka düşmədi amma çox güldü. Telefon uçmuş olsun. Qaqoda və bizə nə olur? 4 dənə qaqoş üstümə gəldi, necəsə yaxşıdır. Sonra? Heç nə. Çıxdılar getdilər. Şoka düşmən amma psixologiyan pozuldu. Məndə də biraz pozulmuşlar məncə. Ev bu dənə flus keçək, nuş olsun. Səhifəni izləyirsən? Xeyr. Videoda bağırıb səhifəni izləyirsən 100 manat qazanacaqsın. Nə etmək lazımdır? İzləmək lazımdır qaqa. Siz də izləyirsəniz üçün sonda yenə qarşıma çıxa bilərəm. Şoka salmağı bilmirəm, 2 il bundan qabaq başıma bir hadisə gəlib, onu danışsam bəlkə. Danışma şoka sala bilsən bu dəqiqə 100 manat pul qazanacaqsan. Tam yerindəcə. Deməli dostlar, 2 il bundan qabaq başıma bir hadisə gəlib, 3 illik rəfiqəm haqqında danışacağam. Elə bil ki, mənim bir sevgilim var idi, 1 aylıq sevgilim. Mənim ad günüm oldu, bu mənim ad günümə gələ bilmədi və mənim rəfiqəm mənə dedi ki, at onu bloka, sən hörmətsiz deyilir. Mən də onun sözünə qulaq asdım, onu blok atdım təbii ki. Üstündən 1-2 ay keçdi, mən bu oğlan Targovu da gördüm, yaxınlaşmaq istədim. Rəfiqəm mənə dedi ki, yaxınlaşma, danışan deyil falan. Deyim, nəyə görə? Dedi, çünki onunla mən danışıram. Hətta yanvarda evlənəcəklər. Buradan o rəfiqə nə demək istəyirsən? Allah bəla versin. Şoka düşmədim, amma çox qəribə oldu. Səhifəni izləyirsən, yenə də 100 manat qazanma şansını yaradıram sənə. Xeyr izləmə. İzləsən bu dəqiqə yerinəcə 100 manat verəcəkdim.